Vaxtınız xeyir olsun. Landa nəşriyyatının hazırladığı 6-cı siniflər üçün monitorinq, riyaziyyat suallarının izahlarına baxırıq. Növbəti izahımız yekun monitorinq 7. Deməli, birinci riyaziyyat sualımız. Əköb 40-80 bölünsün əbob 20-25 ifadəsi aşağıdakılardan hansına qalıqlı bölünür? Diqqət edək. Demişdik ki, əgər ədədin biri o birinə tam bölünürsə, bunların əköbü böyüdür. Yəni 80-dir. 20 ilə 25-in əbobunu axtarsa, 20-nin deməli hasil şəklində yazsaq 4 vurub 5 ifadəsi, 25-də isə 5 vurub 5 ifadəsidir. 4 ilə 5-i götürmürük, ortaq olan vurğular götürməliyik. Bu da 5-dir. 80-i 5-ə bölsə doğru cavabımız 16. Qalıqlı bölünür deyir. 16 8-ə qalıqsız bölünür, 16-ya tam bölünür, yəni qalıqsız bölünür. D variantda həmçinin doğru cavabımız C variantı. İfadəmizi sadələşdirək. 3,4-ü 34-ü 10-a bölsək 3,4, 10-u 5-ə bölsək 2. Deməli, bərabərdir. 3,4-dən 2 çıxsaq 1,4. Bu ifadəni bizə AB şəklində verib. Deməli, A-nın qiymətini 1, B-nin qiymətini 4 götürə bilərik və ifadəni sadələşdirib verilən ifadənin qiymətini tapaq. A-nın yerinə 1 yazırıq, 1 üstünə əlavə edirik 4, çıxılsın 3,9. Doğru cavabımız 1 ilə 4-ün cəmi 5, 3,19-sa 1,1, yəni B variantı. A bucağı ilə B bucağının nisbəti 1,5 olarsa, gördüyümüz kimi düz bucaqlı üst bucaqdır, iti bucaqları ifadə edir və iti bucaqların cəmi 180 dərəcə olmalıdır. Daha doğrusu 90 dərəcə olmalıdır. 1 ilə 5-in cəmi 6, 90-ı 6-ya bölsək 10, 5 alınır. Bucaq A-nı axtarsa 15-i vurmalıyıq 1-ə, yəni doğru cavabımız 15 dərəcə. Cəmi 36 olan x, y, z ədədləri sıra ilə digər ədədlərlə düz mütənasibdir. Deməli, 2k, 3k, bir də 7k. Topladıq cavab 36 olmalıdır. Cəmi 12k, k-nın qiyməti 36 bölü 12, 3 edir. Buna görə 7 çıxılsın x-in qiymətini tapın. X-in qiymətini taparkən 2 ilə ifadə olunduğuna görə x-in qiyməti olacaq 2 vur k, yəni 2 vur 3, 6. 7-dən 6-sa doğru cavabımız 1. D variantı. A və B çoxluları verilib birləşməsini tapmaq lazımdır. Birində olub digərində, hər ikisində olanları daha doğrusu qeyd eləyək və birindən azad eləyək. 4 hər ikisində var, birində götürmürük. 6 digərində yoxdur, 8 hər ikisində var. Ona görə bunları nəzərə almırıq. Birləşməsində neçə element var? Qısaca element sayını tapmaq lazımdır. 2, 10, 4, 8, 12, 16. Doğru cavabımız 6. A variantı. Bir ananın yaşları 1,7 olan 2 övladı var. Balaca övladı B övladının yaşına gəldikdə ananın və övladlarının yaşlarının cəmi 75 olacaq. Deməli, 6 il sonra. Çünki balaca övlad böyük övladın yaşına gəldikdə deyirsə 6 il sonra olur. Buna görə ananın neçə yaşı var? Diqqət edək. Deməli, kiçik övlad olacaq 7 yaşda, böyük övlad olacaq 7 plus x yaşda, çünki x il, daha doğrusu 6 il. 6 il artıb. Bunu qısaca 6 plus 7, 13 şəklində də yazma olar. Və üçünün yaşının cəmi 75-dir. Kiçik övladı 7 yaşa gəldi. Böyük övladı 7-dən 6 yaş artdı, 13 yaşa gəldi. Ananın yaşını tutaq ki, x götürsəydi, bu da 6 yaş artmalıydı və bunların ümumi cəmi 75 olmalıydı. İndi yəni x-in qiymətini axtaraq. 7 ilə 13-ün cəmi 20, üstünə 6 gəlsə 26, 75-dən 26-nı çıxırıq. 49. B variantı. Bərabərsin natural həllər çoxluğunu tapın. 12 daxildir, çünki kiçik bərabər verib, aşağısına xətt çəkib və 20 daxil deyil. 12-dən 19-a qədər olan bütün tam ədədləri qeyd etmək lazımdır. 12 başlayır, 19-da yekunlaşır. Digərində 20 var, olmaz. Digərlərində olmaz. Deməli, C variantı. Fərqinin ən böyük qiymətini tapın. Bunun üçün nə etmək lazımdır? Birinci ifadəni əvvəlcə hər bir tərəfini 4-ə vurmaq lazımdır. Çünki 4x şəklində bizə ifadə verib. 4 4-ə vursaq 16 kiçik bərabərdir. 4x kiçikdir. Deməli, 16-nı 4-ə vursaq 64.
İndi bu ifadənin bizdən fərqinin ən böyük qiymətini istəyir. Ən böyük qiymətini tapmaq üçün 4x-in ən böyük qiymətini tapmalıyıq. 4x-in ən böyük qiyməti 64, 63 nəzərdə tuturuq. Y-in ən kiçik qiymətini götürməliyik. Bu da 8. 63-dən 8 çıxsaq 55 eləyir. Doğru cavab olmadı. Gəlin bir də diqqət edək. Fərqinin ən böyük qiymətini tapmaq lazımdır. Dörd x minus y ifadəsinin ən böyük qiymətini tapmaq lazımdır. 4x-in ən böyük qiymətini axtarsaq, deməli, x-in yerinə ən böyük qiyməti yazsaq 5, 4-ü vursaq, daha doğrusu 15. 4 vurulsun 15 çıxılsın. Y-in yerinə ala biləcək ən kiçik qiymət 8-i yazsaq, 60, 8 çıxsaq 52. Bu da yox cavabdır. Sualda yəqin ki, nəsə bir əlavə qeydiyyat olmaydı. Ona görə bu sualı saxlayaq. Növbəti, üçbucağın AB tərəflərinin uzunluqları cəmi 47, BC tərəfin uzunluqları cəmi 51, AC tərəfin uzunluqları cəmi 44 olarsa, ABC üçbucağının perimetrini tapın. Biz perimetri taparkən A plus B plus C-nin cəmini hesablamalıyıq. Bizə deyir ki, A ilə B-nin cəmi 47, B ilə C-nin cəmi 51, C ilə A-nın cəmi isə 44. Bunların üçündə sol və sağ tərəflərini toplasaq, hər birindən 2 dənə var. Yəni 2 dənə A var, 2 dənə B var, bir də 2 dənə C var. Sağ tərəfin cəminə baxaq. 47, 51, 98, üstünə 44 gəlsə 142. 2-yə bölsə elə perimetri almış olaraq bu ifadə perimetri verir. 142-ni 2-yə bölsə 71. Tərəfləri 6, 24 olan düzbucağın 4 bərabər kvadrata böldülər. Perimetrləri cəmini tapın. 24 4 bərabər yerə bölsək, hər birində 6 alınır. Bizdən istədiyi bu kvadratların perimetrləri cəmini tapın. Birincinin perimetri 4 vur 6, 24. Hər biri 24 olduğuna görə 4-ü 24-ə vururuq. Cavab 96. C variantı. Düzbucağının bir tərəfini 5 dəfə artırıb, digər tərəfini dəyişməsək. Sahədən danışır. Deməli, sahə düsturumuz A vurulsun B şəklindədir. İkinci hala gəldikdə isə bir tərəfini 5 dəfə artır. Yəni, olacaq 5A. B-ni dəyişmir. Olacaq 5AB. Bu elə 5 vurulsun əvvəlki S-i ifadə edir. Demək ki, əvvəl S idisə 5 dəfə artır olur 5S. Doğru cavabımız B variantı. Kubun tam səthinin sahəsi yan səthindən 50 kvadrat santimetr çox olarsa. Kubun tam səthinin sahəsi 6 kvadratdır. Yan səthinin sahəsi 4 kvadratdır. 50 kvadrat santimetr çox olarsa deyirsə çıxırıq. Bərabər 50 olmalıdır. 4 kvadrat, 6 kvadratdan 4 kvadrat çıxsaq 2 kvadrat olur 50. 2-yə bölsək A kvadrat 25, A-nın qiyməti deməli 5-dir. Bütün tillərin uzunluqları cəmini tapın. Kubun 12 tili var, 12-ni də vururuq 1-i 5-ə. 1-i 5 olduğuna görə 12-ni 5-ə vururuq, doğru cavabımız 60. A variantı. İki qonşu bucağın nisbəti 4-5 kimidir. Bir iki qonşu bucaqların cəmi 180-dir. 4 ilə 5 toplasaq 9, 180-i bölürük 9-a, 20. Böyük bucağı istədiyinə görə 20-ni 5-ə vurmalıyıq. Doğru cavabımız 100. A variantı. Radiusları 5-12 olan xaricdən toxunan çevrələrin mərkəzi arasındakı məsafə bu ikisinin cəmidir. Yəni 17. Xaricdən toxunan dedikdə mütləq şəkildə toplamaq lazımdır. Şəkildəki sütunlu diaqramda Lənkəranda illər ərzində istehsal olunmuş çayın miqdarı göstərilmişdir. Verilənlərə görə 4 ildə istehsal olunan çayın neçə faizi 2005-ci ilə düşür? Deməli, 4 ildə istehsal olunan çayın neçə faizi? Deməli, 2005-də olanlara diqqət etsək, 50 bölməliyəm 4 il ərzində olanların ümumi miqdarına. 2 dənə 40 var, 80, 1 70, 1 50. Eləyəcək ümumi 200. Vursaq 100%, çünki faizdən soruşur. 100 ilə 200-ü ixtisar aparsaq 2 qalır, 25-i 2-yə bölsək, doğru cavabımız 50-ni 2-yə bölsək 25.
İfadənin cəmini 120 verir və cavab soruşur. Biz bilirik ki, məxrəcə eyni olan kəsrləri toplayanda məxrəc qalır, sürətləri toplayırıq. Və sürətlərin də cəmini bizə ayrıca 120 verib. Deməli, 120-ni 6-ya bölmək lazımdır. Doğru cavabımız 20. X-in və Y-in belə bir tənasüb şəklində ifadəsini verir. Sonra isə X-in qiymətini bizə verib, Y-i tap deyir. X-in qiymətini tapmaq üçün nə etmək lazımdır? Qarşı qədər düzgün olmayan kəsrə çeviririk. 4-də 9. Bölməzsə vurmaya çeviririk. Adi kəsrlərdə olacaq 9-da 8, çıxılsın 1/5. 9-ları ixtisar apardıq. 8-i 4-ə böləndə 2, 1/5 çıxanda 0,5. Qısaca 2-də 1. Belə deyə bilərik. Yəni belə deyək. Deməli, bu oldu 2-də 1. 0,8 ilə 0,6-nın hər birini 10-a vursaq, biri 8, daha doğrusu 5-ə vursaq, biri eləyəcək 4, digər olacaq 3. Sonra 3 ilə 18-i 3-ə ixtisar aparsaq 6, sonra 1. İndi X-in yerinə də 2-də 1 yazsaq, 4-ü vuruq 2-də 1-ə, aşağıda da 2-də 1 yazırıq. 4-ü 2-də 1-ə vursaq, olacaq 2. Sonra çarpaz şəkildə hasilini tapsaq, Y üstə gəl 2-də 1 bərabər olacaq. 6-nı 2-yə vuranda 12. 12-dən də 2-də 1, yəni 0,5 çıxırıq. Doğru cavabımız 11,5. A ədədi B-nin 45% olarsa, A B-nin 45%-dir. Yəni B-ni 45-ə vurub A-ya böləndə, daha doğrusu 100-ə böləndə A-nı alırıq. A bölünsün B-ni tapın deyir. İndi burada B-ni A-nın məxrəcinə gətirsək, A bölü B bərabər olacaq 100-də 45, yəni 0-dan 100-də 45 A variantı. Həsənin bazar gününün rejimi diaqramda verilib. O bazar günü neçə saat istirahət edir? Deməli, 12-də 1 idmandır. 4-də 1 dərs. Bunun məxrəcini 12-yə gətirsək, 3-ə vurmalıyıq. 12-də 3. 12-də 3-ü deməli artıq dərs oldu. İstirahətinə ayırdığı vaxt olacaq 12-də 12 çıxılsın. 12-də 1 çıxılsın. 12-də 3. Olacaq 12-də 8. 12-də 8 sadələşdirsək, deməli, neçə saat istirahət edir? Gün ərzində də 24 saat var. 12-də 8-i vururuq 24-ə. 24-ə 12-yə bölsək 2, 8-ə vursaq 16. Doğru cavabımız A variantı. Perimetri 45, daha doğrusu perimetri 60 cm olan düz bıçağının daxilinə 6 eyni dairə çəkilib. Sonra dairələrin birinin sahəsini istəyir. Yəni, diqqət edək, burada yuxarıdan aşağı çəksək, 2 dənə diametr var. 2 dənə diametr var. Birini, deməli, radiusu R götürsək, olacaq 4 dənə R, yəni 4R. Ümumilikdə uzunluğunda isə 3 dənə diametr var. Hər birinin radiusu R olduğuna görə, deməli, 6-ya vururuq, olur 6R. Perimetri 60 verib. Toplayıb 2-yə vurmalıyıq. Olacaq 20R bərabər 60. R-in qiyməti olacaq 60 bölü 23. Bizdən birinin sahəsini istəyir. Sahə düsturumuzdakı pi r kvadratdır. Pi vurulsun, radius 3 kvadratı 9. Yəni 9 pi kvadrat santimetr. A variantı. AB-nin qiymətini verib 15-dir. BC-nin qiyməti 20-dir. AB 15, BC 20, AC 24. Verilmiş ABC üç bıçağın perimetrini hesablayın. Tərəfləri sadəcə toplamaq lazımdır. 15, 24, 20. 44, 59. Kubun səthinin açılışında rənglənmiş hissənin sahələri cəmi, deməli, 7,5 olarsa, tam səthinin sahəsini tapın. Diqqət edək, 3 dənə yarı var. Deməli, bu birinin sahəsini tapsa, tərəflər AA olduğuna görə düz bucaqlı üç bucaq kimi götürsək, bir dənəsinin sahəsi bizə verəcək A kvadrat bölü 2. İndi burada 3 dənə olduğuna görə biz həmin A kvadrat bölü 2-ni 3-ə vururuq ki, cavabı 7,5-ə bərabər eləyək, A-nın qiymətini tapaq. Deməli, A-nın qiyməti bərabər olacaq, A kvadratın daha doğrusu, 7,5 vur 2 böl 3. 7,5-i 2-yə vuranda 15, 3-ə böləndə 5.
tam səthinin sahəsini istəyir. Kubun da tam səthinin sahəsi 6a kvadratdır. A kvadratın yerinə 5 yazırıq. 6-nı 5-ə vursaq doğru cavabımız 30. Yəni tam səthinin sahəsi 30-a bərabər olur. Növbəti bərabər yan üçbucağına oturacağın bitişik bucağı 140, bitişik xarici bucağı 140 dərəcədir. Qeyd elədik 140. Deməli, içəridəki qonşu bucaq olduğuna görə 180-dən 140 çıxırıq 40 dərəcə olur. Digəri də 40 dərəcədir. Təpə bucağını soruşur. 40-ları toplasaq 80. 180-ə 80 çıxsa, buradakı təpə bucağı da olacaq 100 dərəcə. Doğru cavabımız 100 dərəcə. Növbəti MN çoxluğu verilib, kəsişməsində neçə element var? Kəsişməsi hər ikisində olan elementlərdir. 6 ilə 8 hər ikisində olanlardır, digərlərində yoxdur. Bu da 2 dənə elementdir. 50-ci sualda deməli, sual bir qədər yuxarı sinifə əhatə edir. A kvadrat plus B kvadrat plus 2AB ifadəsini qruplaşdırsaq, sonra mənfi 4A minus 4B ifadəsini qruplaşdıranda çöldə mənfi qalır deyə içəri müsbət olacaq. Sonra edəcəyimiz nədir? İndi A ilə B-nin qiymətini artı bilirik deyə sadələşdirə bilərik. Birinci mötərizə bizə A plus B-nin kvadratını verir. Qeyd edilir, yenə də bu yuxarı sinifə əhatə edir. İkisinin cəmi olacaq. 2 ilə 3-ün cəmi 5, 4-də 1 ilə 4-də 3 toplayanda 1 eləyir 6. Yəni 6-nın kvadratı olacaq 36. Tək-tək yerinə yazıb hesablamaq da mümkündür. Bu aşağı sinif şəklində. Bunu deməli yazıb hesablamaq olur, amma bir qədər uzun həll yolu tələb eləyəcək. Qısa variantı bu şəkildədir. İkinci, 4 vurulsun AB. 4A plus 4B ifadəsində də yenə də A ilə B-nin cəmi olduğu 6, 4-ə vuranda 24. Olacaq 36 çıx 24 üstə gəl 1. 36 ilə 1-i toplasaq 37, 24 çıxacaq 13. Deməli, doğru cavabımız 13-ə bərabərdir.